Deməli mən kələm dolmasının üzərində payız vaxtları, qış vaxtlarında, yəni heyvan sezonunda heyvan pişirəm. Çox ləzzətli olur, tatlı olur. Yəni kimləri eləyir belə. Çox qəşəng olur. Yavaş, oruç yavaş. Hadi bəs. Çok qəşəng olur. Etme bırak. Bırakma. Burada da serialım gelir. Baxıram. Bak. Allah. Sakındır. Sesimi çıkarma. Kimlər belə eləyir? Belə bir supu hazırlamışam. Toyuq supu. Filəni bütöv atmışdım bura. İndi bunu çıxardıram. Kənara. Gördüğünüz her şey var. Kartof, kök, göy. Her şey var içinde. Bir de bunu blenderdan geçireceğim. Əla diye, dadı çok süper diye. Filəni de didişdirdim böyle. Attım içine. Nane kurusu əlavə elədim. İnanırsınız, mərci falan boş şeydi. Super idi, superdi dadı. Biraz dadına baxdım, əla deyə, əla. İlk dəfə idi ki, mən bunu belə eləyirdim. Yəni blenderdən keçirdim, bu cür hazırlamışam. İlk dəfədir. Superdi dadı. Suyu da həlimdir, görürsünüz belə. Çox qəşəngdir, mütləq eləyin. Böyle bir salat eləmişəm. Var xiyar, pomidor, kök, gərdi, qırmızı soğan, bir də pişmiş noxudu yağda. Duz istiot vurub, sarkök vurub qızartmışam. Belə.
Bu il sonuncu dəfə səhər işə hazırlaşıb gedirəm. Bir dənə tuşumu çəkməmişəm, dedim onu da sizlə çəkim. Yo, papağımı qoyuram başıma. Məndə qarmarit var deyə hava soyuq olanda çox qorxuram. Ona görə də mütləq papaq geyinirəm. Və kurtkamı da geyinim. Şubamı hələ ki geyinmək qismət olmayıb. Necə almışamsa elə də qalıb. Etiketi də üstündə. İnşallah yeni ildə gözəl yerlərə geyinərəm. Bir də bunu belə eləyək. Saçım imkan vermir. Papağımı çox sevirəm. Keçən 2 dənə papaq almışam. İkisini də itirdim. Yolda düşdü. Uşaq qucağımda olanda cibimdəydi, düşdü. Bir dəfə də əlimdəydi. Nə bilim, yenə Rahimi bağçaya aparanda itirdim yolda. Ona görə də papağı almadım. Papaq da neçə ildir məndədir. Hardasa 2016-2017-ci illərdə Elsivayki'dən Tural almışdı Gəncədən. Gəncədəki Elsivayki'dən almışdı. Çox qəşəng isti saxlayır. Həm də çox qəşəng papaqdır. Neyse, gedim işe. Hava da soğuk değil. Külək yoktu. Ama buzluq var havada. Koşa gittim. Ne kadar tezdirsem de gecikirəm. Ay Allah. Tenge nefes oldum. Geldim, çıktım işe. Ay Allah. Burada papağı çıxardım, saçımı düzəldim. Yaxşı qalıb papaq. Necə soyuqdur. Təngə nəfəs oluram, nəyə? Qaça-qaça. Bu lift məşhur deyil. Yox, 5'ə çatdıq. İndək sonuncu efirimizi işləyək. Veriliş bitti. Sonuncu iş günü. İnşaatlarda qəşəng bir dənə yeyva gəlirdi. Baxdı ki, satırlar. Aldım. 4 dənə götürmüşəm. Bir gözəl iyi gəldi. Baxın, indi çıxartmışam buradan, iyi vurur. Şabranı neydi deyəsən, səfərim yoxsa xaçmaz deyədi, şabran dedilər. Heyvası da super iyi gəlir. Bu 4 dənəsinə mən verdim 2 manat 10 qəpik elədi. 99 qəpikdə mandalini satırdılar, dedim. Ödediyin 3 manat verim. Nilay yolda yiyib atıb içinə qabağa. Superdi. Ən sevdiyim meyvə heyvadır. Rahimə hamilə olanda 9 ayına qədər heyva yemişəm. Ürəyim heyva istəyirdi. Heyvanı yeyəndə mədəm çox rahat deyirdi. Özümü yaxşı seviyirdim. Bacım gəlib bizə hədiyyə alıb. Mənə belə nərgiz gül alıb. Bu Nilayımdır deyəsən. Rahim də deyə sözündədir. Rahimə də bunu alıb. Novruz'u xatırladı. Əvvəl çəkəndə dedim Novruz bayramı. Novruz bayramına. Tezdən mən yol vermişim. Özümü görüb. Bacım bizdə evdədir. Mən də dedim, sırada gedim, dırnaqlarımı düzəltdirim. Çünki əvvəldən yazılmışam.